İmamın arxasında cemaatla birlikte namaz qılan şəxs əgər namazın qılarkən səhvə və xataya yol verərsə, onun namazı qılıb bitirdikdən sonra səhv səcdəsi etməsinə ehtiyac yoxdur. Cemaatla birlikte imamın arxasında namaz qılan şəxs namazın qılarkən səhvə və xataya yol verərsə, məsələn, biraz səcdədən gec qalxdı, məsələn, rükuya gec getdi, məsələn, rükuda deyilən duaları, məsələn, səcdədə deyilən duaları deməyib xata etdi. Onun namazı qılıb bitirdikdən sonra səhv səcdəsi etməsinə ehtiyac yoxdur. Fərqi yoxdur. Bu cemaat namazı imamın arxasında məscidlərdə qılınır. Bu cemaat namazı imamın arxasında evlərdə qılınır. Bu cemaat namazı imamın arxasında iş yerlərində yaxud da açıq bir ərazidə qılınır. Onun namazda yol vermiş olduğu xataya görə səhv səcdəsi etməsinə ehtiyac yoxdur. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm bu haqda bir hədisində belə buyurur. İmam sizin namazınızdan məsuliyyət daşıyır. İmam sizin namazınıza zamindir və o sizin namazınızdan məsuliyyət daşıyır. Amma əgər insan namaza gec gəlib qoşularsa, fərz edək ki, imam 3-cü rükətdə olanda şəxs gəlib namaza qoşulur. Bu şəxs namaz bitdikdən sonra qılmadığı 2 rükətləri qalxıb özü qılıb əda edir.